Orada o bəxt dediyim, qohum da dediyim. Orada demək. Tamam var Orada bir də mən deyim. Orada bir xüsusi qeyd eləməli. Bir nəfər qəssab var bu boyda şəhərə. 50 nəfərdə 50 nəfər burada ət kəsən var. Bir nəfər, hə? 50 dənə mağaza. Hə, Allah 50 dənə azdır ki. Bir dənə qəssab var, bir dənə də təmizləyən var. Həm də orada şoförə gelir, cürbəcür. Qanun poz, əmək vəzçiliyi bu nəzarət eləməlidir. Anar Xıdırova da buradan müraciət edirəm. Sərlən regional rəisinə. Bu məsələ diqqət. Bir nəfər qəssab, bir nəfər orada təmizləyənlə bu boyda cəyin qabağında durmaq olar. Öz işim bu qurumayıb. Bax, cəmaat, bax, canlı, güzgü, 15 nəfər adam gəlib gedib, bax, bura. Daha da gəlib. Hə, bax, bu faktları buna dur deyən lazımdır. Nəzarət gəlsin, yoxlasınlar da bunu. Bax, Səfərov da gəlib, o da danışır. Mən şikəst adamım. Sən nədir səhvin, nədir sözüydür? Mən istədiyim odur ki, özü için açıb, özü için işləsin, bir də dəyməsin. Deyir, Əzrail bala paylamağa gəldi. Mən deyirəm ki, bala o istəmirəm, mən balama dəymə. Şirvan şəhəri Abiyev familməsi oldu. Burada anadan olmuşam, doğulmuşam. 77-ci ildə atamın yanında başlamışam ət kəsməyə. Qəssab olmuşam, 79-cu ildə atam rəhmələ gedib. Əskər gelmişəm, gəlmişəm, qardaş evlənmişəm, oğlum olub. Oğlumu öyrənmişəm, oğlum da 97-ci, 98-ci, 2000-ci ildə uşağını təhvil vermişəm ona. Burada santariya bizdə yoxdur. O santariya İsmail'dadır, bizi gilinc eləyir. Neçə vaxtdır mənim uşağım əlində pul tapa bilmir ki, heyvan alsın. Ancaq cərimə yazdırır vericiyə bizə. Dünən aparıb heyvan kəsmişəm, 51 manat, mən nəvəmi göndərmişəm. Kəsib 51 manat mənim nəvəmdən rusum alıb. Bu 51 manat danadan rusum alında mən nə qazana bilərəm? 17 baş külfətəm. Hamımızda ona baxırıq. Özümün ikisi sahibkarım da tikmişəm o vaxtında, özümündür. Ki, aləndə verməyim harasa işləməyə, özüm qazanım. O da qazana bilmirəm, vergiyə verginə, pensiyon reformunda verginə, İsmail'ə 51 manat verginə, bəyənlə də cəriməlidir. Ne eləməli? Onlar şərətində xarş elə Bakıda göndərin gəlsinə baxsınlar. İyiden başı, dünənləri mənim nəvəm gəldi ki, babam, mən deyir, əti tərgizirəm, oğlum dedi tərgizirəm, neye bala? Dedi, biz orada kəsə bilir, öldük iyiden, öcümlərdən pusulardan bezmişik. Bu nədir məli? Gəlirlər, qalabadan cərimə yazırlar. Bu cərimə ne oldu? Bu cərimə yazdılar, ben razəmim, qida razəm. İldə bir dəfə gəldiyinə 500 manat, 1000 manat yaz. İldə bir dəfə yaz gibi. Rusum demirsən, gəl pesatı boyuna qabaq 5 manat verir, bir də 10 manat verir. Yoxsa ki 51 manat mən onu ətər. Saat 2-dən tez ət götürənmərsən getir. Mən üzü için kəsirəm, bir saat 2-də götürmərsən. Mən də ona gelmirəmsə, mənim uşaqlarım gedir, işçilər gedir, hamısının böyüyü mənə. Çünki yaşlılar qalmıyor, hamısı qırılıb gelir, bir də əl zaman qalır, bir yaşar qalır. Qalır hamısı uşaqdır. Və yetişdirmələrdir bunlar. Xahiş edirəm, buna ölçü götürün, belə olmaz. Yəni mən nəvə balalarımı götürüb, aparıb prezident aparqın qabağına töşürüm. Hani dedim, mən iş verir, 61 yaşım var, nə iş verirdimsə? Və mən hardan dolanmalıyam? 61 yaşım var, bir çöpüm mən bir yerdən gəlirim yoxdur. Bir dənə o tükənə baxın. Xahiş edirəm, prezidentimizdən, qurban olun, başına dönün, bu işlə ölçü götürsün. Mən elə 2 aydan bir, mən buna cərimə verirəmsə, mən neynəməliyəm ki, qurban olun. O buradan ayrı oynaqdan. 2 dənə quzu 24 manat. Və quzu özü kəsib soyub da 10 manatdan hesablanacaq. Axırda çıxacaqdır 2 dənə quzu 24 manat. 24 manat. İşte gəlsin dedi, götürülmə 15 manat. 15 manat çatdırılma, işte səndə yəqin ki. Hə, çatdırılma 10 manat idi, indi 15 manat oldu. Verim özə danışlar bir də. Yok danışmıyor, sen demem buradan demiştim. 80 manat oldu, 80 manatdan 3 manat dişi dersiydi, çıxdın, qaldı 77. 4 manatda 2 də quzun kəsib soyuncan çıxdın, oldu 73 manat. Bildim.